7-ci suala baxaq. Rabitədə iştirak etməyən elektron mol sayı 12 olan karbon monoksiddə atom sayı 2 moldur. Atom sayı 4 plus 2 mol olan amonyak molekulunda rabitədə iştirak edən hibrid orbital sayını müəyyən et. Deməli, bemol CO deyək. Burada rabitədə iştirak etməyənlərin sayı 12-dir. Atom sayı da 2B-dirsə, burada onsuz da 2 dənə atom var da, ona görə bemol yazırıq. Deməli, karbonun ümumilikdə 6 elektronu var ki, onun ikisi rabitə əmələ gəlmədə iştirak edir. Oksijenin də 8 elektronu var. Burada donor akseptor da var da. Bunun isə 4 elektronu iştirak edir. Yəni, hansı qrup şurada yazsaq. Buradan aydın məsələdir. 1, 2, 3, 4 oksijendir. 1, 2 karbondur. Deməli, iştirak etməyən burada nə qədər olur? Deməli, karbonda ikisi iştirak elədi, 4-ü yox. Oksijendə 4-ü iştirak elədi, 4-ü yox. 8 dənəsi iştirak etmir. Biz indi bunu tapa bilərik ki, bu B neçədir? Bunun 1 molunda 8-i iştirak eləmir. B molunda isə 12-si. B-ni tapırıq buradan 1/5. İndi isə keçək amonyaka. Amonyakda isə 4B plus 2 mol atom sayı var. Yəni 4 vur 1/5 üstəgəl 2. Bu da neçə edir? 8. Rabitədə iştirak edən. Atom sayı 8-dir. Atom sayı 8-dir. NH üstə. Deməli, bu 2 moldur da. İşte 8 dənə atom olsun deyə. İştirak edən hibrid orbital sayı deyirsə, NH3-də sp3 hibridləşmə var. Amma ki, burada 4-lü də, hibrid orbitalın 4-də iştirak eləmir. Burada 1 molunda 3 dənəsi rabitə əmələ gəlməsində iştirak edir. 2 molunda da olacaq 6 dənəsi. Cavab 6-dır. 78-ə baxaq. Deməli, 78-də bizə reaksiya verib azotun rabitəyə sərf etdiyi elektron sayı neçə faiz dəyişir? Əvvəlcə baxaq. NH4-də neçə dənə azotun daha doğrusu rabitəyə sərf etdiyi elektron sayı neçə dənədir? Donor akseptorda burada 1, 2, 3, 4, 5. Bu bir dənə NH4 amonium ionundadır. Deməli, 5 dənəsi, amma orada NH4 2 daha, NH4 2 xrom 2 o 7. 10 dənə elektron sərf edib burada. 10 dənə elektron 100% götürək. Azalma nə qədər olub? Azota keçid edib 6 dənə. Deməli, burada azalmanı tapaq. Biz elektron sayı neçə faiz dəyişir. 10 idi, azalma nə qədər oldu? 4. O da deyəcək 40%. Azalma 40%-dir. Dəyişməsi də yəni. Yetmiş 9. Deməli, 50,4 litr azot və hidrogen qarışığı reaksiyasından 7 qram azot və x litr NH3 alınmışdır. Son qarışıqda neçə mol rabitə yaradan orbital var. Əvvəlcə reaksiya yazaq. Amonyakın əmələ gəlmə reaksiyası. Baxaq, burada deməli ümumilikdə 44,8 litr. Deməli, reaksiyasına 7 qram azot artıq qalısı 44,8 edir. 7 qram neçədir? 50,4-dən onu çıxaq. Deməli, 5,6 litrdə 44,8 oradan tapırıq. Deməli, 50,4 litr bizə qarışıq verib, 7 qram azot artıq qalır. Yəni ki, onu 5,6 litr reaksiya girmir. Ümumi reaksiya girənin həcmi 44,8 litrdir. 44,8 litrdən yazaq x litr amonyak alınıb. Ümumilikdə burada baxsaq isə reaksiyanın özünə baxsaq 4 vurulsun 22,4 litr qaz qarışığı reaksiya girəndə 44,8 litr amonyak alınıb. Bunları da ixtisar aparsaq, o deyilir
22,4 litr. Bizdə nə soruşur? Son qarışıqda neçə mol rabitə yaradan orbital var. Deməli, son qarışığımızda nə var? Azot. 4də 1 mol azot, yəni 0,25 azot var və 22,4 litr NH3 var. Yəni ki, 1 mol elə. Bunu çox yazdım. Mən H3 yazdım, H1, H4 yazdım. Ə, rabitə yaradan orbital desə 1, 2, 3, 4də 1 vur 6, bu edir 1,5. Bu da elə 1 moldu, deyir 6. 6 dənə orbital, 6 elektron. 1,5-in də üstünə 6 gəlsəz, eləyir 7,5. 80-ci suala baxaq. 26 mol C2H2 və müəyyən mol H2-nin reaksiyasından sonra T1 anında 8 mol C2H6 və 8 mol H2 alınıb. T1 anında sistemdə təzyiq necə dəyişib? Yazaq C2H2 üstə gəl 2H2 alınır C2H6. Bu 8 mol alınanda 16 mol hidrogen reaksiyaya girib. 8 molda C2H2 reaksiya girib, düzdürmü? İndi bizdə əvvəlcə qarşılığı nə qədər verib? 26 mol. 26-dan çıxaq 8-i. 26-dan 8 niyə çıxdı? Çünki bunun 8 reaksiya girib. Reaksiyada deməli artıq qalan hissəsi T1 anında 18 mol C2H2 artıq qalıb və təzyiq necə dəyişib deyir. Biz burada əvvəlki hidrogeni də bilməliyik. Baxın, bizə əvvəlcədən məlumdur burada 26 mol. Yazmadı. 26 mol C2H2 verib, müəyyən mol H2 deyir. Və sonda olaraq deyir ki, 8 mol H2 alınıb. 8 mol H2 alınıb deyəndə burada 8 mol H2 artıq qalıb. Baxın, 16-sı reaksiyaya girib, 8-i də artıq qalıb. Deməli, əvvəldə nə qədər imiş? 16 üstəcə 8, 24 mol hidrogen var imiş. Biz əvvəlki qarışığa baxaq. Əvvəlki qarışığımız 26 mol CH2 və 24 mol H2-dən ibarət imiş. Yəni 50 mol qaz qarışığı var imiş. Bəs son qarışıq deməyək də T1 anında nə qədərdir? T1 anında da 8 mol CH6-mız var. Sonra 8 mol hidrogenimiz var. 18 mol da CH2 orada artıqdır. Bu da neçə edir? 16 üstə gəl 18 34. Deməli, dəyişmə nə qədər oldu? 50-si 100%-dir. Azalma burada oldu 16 mol. Azalmaya görə tapsaq, bu dediyəcək 32%. Təzyiq 32% dəyişdi. Səksən birinci sual. Kalsium karbonat və maqnezium C2 qarışığında metal atom sayı qeyri-metal atom sayına bərabərdir. Qarşıda oksigen kütlə payını tap. Kalsium karbonat yazaq A mol. B molda maqnezium 3 N2 yazaq. Deməli, metal atom sayı. Yuxarıda metal nədir? Kalsiumdur. A mol kalsium var. Aşağıda metal nədir? Maqnezium 3 B maqnezium var. Qeyri-metalların sayına bərabər. Yuxarıda karbonla oksigen var. 4A, işte orada 4A sayda qeyri-metal var. Aşağıda da 2B azot var. Buradan bir bərabərlik eləsə, B bərabərdir 3A-ya. Qarşıda oksigenin kütlə payını hesabla deyir. Deməli, kalsium karbonat da 100 qramdır. Maqnezium 3N2-nin də 1 molu 100 qramdır. Belə eləyək. Deməli, bu da 100-dür kütləsi, bu da 100-dür. Bunların ikisinin bir yerdə kütlə payı 100%-dir. Yəni, A üstə gəl B kütləsini hesablasaq, vur 100. Yəni, 100A üstə gəl 100B mötərizə xaricini çıxarıb.
Bu 100%-dir. Oksigen burada nə qədərdir? Oksigenin kütlə payı 3A vurulsun 16. Buna isə nə deyək? X deyək. X-i buradan tapaq. 100 ilə 100 ixtisar gedir. Burada baxın, yuxarıdakı bərabərlikdən nə tapdıq? B 3A-ya bərabərdir. Yəni burada A üstəgəl 3A yazsaq, bu eləyir 4A. A-lar da ixtisar gedir. 4 ilə 16 ixtisar gedir. Burada qalır 4, o da eləyir 12%. Deməli, oksigen kütlə payı 12% imiş. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 82-ci suala baxaq. Propen, propin, etan 5 mol qaz qarışığında 144 qram karbon var. Bunların hər birinin formulunu yazaq. C3H6, C3H4, C2H6. Buna X, buna Y, buna da Z desək. Deməli, 5 mol qaz qarışığıdır. Yəni X üstəgəl Y, üstəgəl Z 5 moldur. 144 qram karbon var. 144 qram karbon neçədən karbon deməkdir? 144-ü 12-yə bölək. 12 dənə karbon atomu var deməkdir burada. Burada da görürsüz. 3x yuxarıda karbon atomu var. 3y üstəgəl 2z. Ümumilikdə bizə 12-ni verməlidir. Buradan da necə bir bərabərlik əldə edə bilərik? Yuxarıda x plus y üstəgəl z yazmışıq da. X plus y-in əvəzinə nə yaza bilərik? 5 çıxılsın z. Burada aşağıda gətirib yerinə qoyaq. 3 vurulsun, 3 mötərizə xaricini çıxaraq. X üstəgəl 2z bərabərdir 12-yə. 3 vurulsun, 5 minus z üstəgəl 2z bərabər 12-yə. Buradan z-i tapırıq 3 eləyir. Və bizə qarşıda etanı soruşur. Etan da elə Z-lə işarələnmiş idi. Yəni orada 3 mol etan var. 3 mol C2H6. Rabitə yaradan orbital sayını istəyirsə, deməli burada sp3-dür. Hidrogenlər də S-dir. Deməli 2 dənə karbon var sp3 vəziyyətində. 8 orada 3 vur. 8 moluna vururuq. Üstəgəl 6 dənə də s orbital var. 6 üçündə 18. Bu da bizə verəcək 42-ni. 83-ə baxaq. 112 litr normal şəraitdə propen və amonyak qaz qarışığında proton sayı A plus 17 mol, neytron sayı A moldur. Qarşılıqlı rabitədə iştirak edən s orbital sayı rabitədə iştirak edən hibrid orbital sayının neçə% təşkil edir? X mol C3H4 var deyək. Y molda NH3 vardır deyək. Deməli 112 litrdir. 112 litr neçə moldur? 5 mol. Burada yəni x plus y bərabərdir 5 mola 112 litrə görə tapdıq bunu. Sonra isə amonyak qazlarına proton sayı A plus 17, neytron sayı A moldur. Gəlin burada neytron sayını tapaq. Hidrogenin neytron yoxdur. Karbonda 6 dənə neytron var. 6 üçün 18. 18x yuxarıdadır. Neytron. Aşağıda yenə hidrogende neytron yoxdur. Azotda 7 neytron var. 7y. Neytron sayı A'dır. Protonları hesablayaq. Proton da azotla karbonda proton sayıları eynidir elə. Yəni 18x üstəgəl 7y. Karbonla azotun proton sayıdır. Üstəgəl hidrogende də bir dənə proton var. 4x üstəgəl 3y. Bu bizə verəcək A üstəgəl 17-ni. İndi biz burada nə görürük açıq şəkildə? Baxın, burada da 18x üstəgəl 7y-dir. Burada da tapmışıq da. Bu nədir? A-dır. Cavabımız nəyə bərabərdir? A üstəgəl 17. Deməli 4x üstəgəl 3y 17-yə bərabərdir. 4x üstəgəl 3y bərabərdir 17-yə. Baxın, bu A-dır, bu da A plus 17-dir axı cavabımız. Yəni A-nı sağa keçirdin, 17 qalır da. Sonra neyinirik? Yuxarıda da tənliyi əldə eləyək. X üstəgəl y bərabərdir 5-ə. Gəlin onun hər tərəfini 3-ə vuraq. 3x üstəgəl 3y bərabərdir 15-ə. Aşağıda da olacaq
Sistem tənliyi qururuq. 4x üstəgəl 3y bərabərdir 17. Aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxın. Qalacaq x bərabərdir 2x, 2-dirsə y də 3-dür. Çünki cəmi 5 vermişdi. Və davam eləyirik sualın sonunu həlləməyə. Rabitədə iştirak edən s orbital sayı, rabitədə iştirak edən hibrid orbital sayı neçə faizini iştirak edir? Təşkil edin. S orbitalları tapaq. S-ləri. Deməli, neydi? Self H4. S3H4. 2 oldu da bu. Bunu da yazaq. Rəngi dəyişək. Baxın 2 oldu. Bu da 3 oldu. Burada baxın hidrogenin s orbitalları iştirak eləyir. 2 vur 4. Üstə gəl. Orada da karbonda deməli qarşıdan söhbət edirik. Aşağıda deməli, buradakı karbonların onsuz da s orbitalı iştirak eləmir. İkisi sp-dir, biri sp3-dür. Aşağıda deməli hidrogenlər var. 3 vur 3. Bu s orbital sayıdır. Bu s orbital bilmirik nədir. Buna nə deyək? B deyək. B faiz s orbital sayı. Bəs hibrid nə qədədir? Hibridi soruşur da. Hibrid deməli karbon C3H4-də dediyi ikisi sp-dir. Biri sp3-dür. Və C3H4-də 2 oldu. 2 vurulsun 8 üstə gəl. Azotda da sp3 vəziyyətdədir, amma ki rabitədə iştirak edən deyir. sp3-dür, amma ki 4-ü yox, 3-ü iştirak edir. 3 vur 3. O deyir 9. Bu isə 100% qəbul edirik. Buradan da tapırıq ki, B 68% deyil. 84-cü suala baxırıq. A qram kalsium karbonat ağzı açıq qabda qızdırıldıqda 25 qramı parçalanıb və T1 anında qabda B qram bərk qalıq qalır. Burada T1 anında bərk qalıq kalsium karbonatdır, bir də kalsium oksid də var orada. T2 anında reaksiya tam bitir və qabda 25,2 qram kalsium oksid olur. A minus B-ni hesablayın. Baxaq, kalsium karbonatı parçalayaq. Alınır kalsium oksid, üstəgəl CO2, əmsala ehtiyac yoxdur. Deməli, qabda 25,2 qram 25,2 qram kalsium oksid alınanda nə qədər kalsium karbonat parçalanır? Onu tapaq. Yəni son andakına əsasən gedirik. 100 qram kalsium karbonat parçalananda 56 qram alınır. Buradan x-i tapırıq 45-dir. X-i tapdıq 45-dir. T1-də bizdə deməli nə deyir? T1-də nə deyir? 25 qramı parçalanıb. Yəni ki, bu son olaraq da T2-də tam bitib. Ən son olaraq, baxın, T2-də tam bitib və 25,2 qram kalsium oksid alınıb. Bu o deməkdir ki, artıq burada bunun deməli 25 qramı parçalanırdı deyirdi. T2-də artıq 20 qramı parçalanıb deməkdir bu. Deməli, necə həll edirik bunu? 25 qram parçalananda neçə qram alınır? Onu tapaq. T1 anında. 100 qram parçalananda 56 olur. Y bərabərdir 14 qram. Deməli, T1 anında bizim bərk qalığımız 14 qram kalsium oksid var. Üstə gəl 20 qram kalsium karbonat var. Nəyə görə? Bax, 20 qramı hardan tapdıq? Son olaraq biz tapdıq ki, bu kalsium karbonatın bax, tap bitəndə 25,2 qram kalsium oksid alınanda 45 qramı parçalanır. Birinci T1 anında 25-i parçalanıb. Biz A-nı götürmüşük 45, onun 25-i parçalanıb T1-də. Sonra T2-də qalan 20-si parçalanıb. Yəni, bu T1 anında 1 qram bərk qalığı var deyir ha. Onun 14 qramı kalsium oksiddir, 20 qramı isə
ə, artıq qalan kalsium karbonatı. Yəni orada 34 qram bərk qalıq var ki, bu B-dir. A neçədir? Bəs A-da dedik ki, əvvəldən 45 götürmüşük də 45 qram kalsium karbonatımız olub. A minus B-dəki 45 çıx 34 bizə verir 11. 85-ci sual. Karbon dioksiddə sigma rabitə yaradan p orbital sayı pi rabitə yaradan p orbital sayının neçə faizini təşkil edir? Gəlin antiqlorun yazaq, baxaq. Deməli, SP vəziyyətindədir burada. Sigma rabitə yaradan p orbital sayı. Pi rabitə yaradan p orbital sayının. Pi rabitə yaradan burada neçə orbital sayı var? 1, 2, 3, 4. 4 dənə pi rabitə yaradan p orbitalımız var. Sigma rabitə yaradan p orbitallar hansılardır? Oksigenlər 1, 2. Çünki karbondakı SV'dir. 2 dənəsi də X-dır. Bu deyir 50%. Təhsilin 6-cı suala baxırıq. Reaksiya verib bizə C2H6, C2H4, üstə gəl H2. X mol etanın 8 molu dehidrogenləşib. Reaksiyadan sonra qaz qarışımının hidrogenə görə nisbi sıxlıq 9-dur. Son qarışıqda qeyri-polyar rabitə sayını hesabla. Deməli, bu 8 mol dehidrogenləşibsə, bundan da 8 mol alınıb, bundan da 8 mol. Biz amma bilmirik, bu x mol götürmüş ya. Bunun 8-i dehidrogenləşib, qalanı artıq qalıb. Nə qədər artıq qalıb, onu bilmirik. Hidrogenə görə nisbi sıxlıq 9-dursa, nisbi sıxlığı tapanda necə tapardıq? Qaz qarışığından söhbət gedirsə, M ortanı bölürük hidrogenin kütləsinə. Bunun M ortası nəyə bərabərdir? 9 vurulsun 2-yə. Yəni ki, 18-ə. Son qarışığın hidrogenin görə nisbi sıxlığı da. Son qarışıqda nə var? X minus 8 mol C2H6 var. X götürmüşəm çünki 8-i reaksiyaya daxil olub, qalan artıq qalıb. Vur 30-a. Üstə gəl. 8 mol C2H4 var. Üstə gəl 8 mol hidrogen var. Bölürük deməli x minus 8, üstə gəl 8, üstə gəl 8 molları cəmlə. Bu bizə 18-i verir. Buradan x-i tapaq. Buradan x-i tapırıq. X edir 12. Və son qarışıqdan söhbət gedir. Baxın, C2H6-nı 12 götürmüşük, 8-i reaksiya edib, 4-ü artıq qaldı C2H6-nın. Polyar rabitə sayı deyir C2H6-da. Son qarışıqda qeyri-polyar C2H6-da demirik, son qarışıqdan söhbət gedir. 4 mol deməli C2H6 var əlimizdə. 8 mol C2H4 var. Sonra hidrogenimiz neçə moldu? 8 molda H2-miz var. Qeyri-polyarlar. Deməli, C2H6-da deməli, karbon-karbon arası qeyri-polyar var. Birində bir dənə, dördündə 4 dənə. Üstə gəl, C2H4-də arada pi rabitə də var. Yəni, 1 molunda 2 dənə qeyri-polyar var. 8 molunda 8 üçün 16. Hidrogende də hidrogen arası 1 dənə rabitə var. Birində 1-dir, 8-ində 8 dənədir. Bu da bizə verəcək 28-i. 87-ci suala baxaq. CO və CO2 qarışığında oksigenin ümumi rabitəyə verdiyi elektron sayı 40 moldur. Qarışıqda atomların ümumi sayı 28 moldur. İlkin qarşıda CO-nun mol sayı CO2-nin mol sayı neçə faizini təşkil edir? Deməli, donor akseptoru nəzərə almalıyıq. Nə deyək? Buna X deyək, buna Y mol deyək. Oksigenin rabitəyə verdiyi elektron sayı 40-dır. Yuxarıda oksigenin rabitəyə verdiyi birində nə qədərdir? 4 dənə də donor akseptorda ikisini bölür.
Deməli 4x buradadır. Aşağıda da elə 4 dənədir. 4 dənə yox, hər 4 dənə budur, budur. Bu. Hı. Aşağıda da 4 dənədir, 4 edir. Bu bərabərdir 40-a. Sonra bizdən nə soruşur? Qarşıda atomların sayı 28-dir. Atomların sayı, deməli yuxarıda neçə atom var? 2x. Aşağıda neçə atom var? 3x, 3y. 3y. Bu bərabərdir 28-ə. Bu yuxarıdakını ikiyə bölək hər tərəfini. O zaman nə olacaq? 2x üstə gəlir 2y bərabərdir 20-yə. Sistem tənliyi bunun üzərindən quraq. Və yuxarıdakı tənlikdən aşağı, bunu yuxarıdakı dediyim budur. Aşağıdakını çıxsaq, 2x-dan 2x 0 verir, 3y-dən 2y çıxanda y edir, 28-dən də 20 çıxanda 8 edir. Demək ki, x nəyə bərabərdir? 2-yə bərabərdir. Yerinə tapırıq və ilkin qarşıda CO-nun mol sayı 2 moldur. Deyək, 8 molda CO2 var, 100%. A bərabərdir 25%-ə. Desin 8-ci suala nəzər salaq. Mis və dəmirdən ibarət qarışıq bir müddət xlor turşusu məhlulda saxlanıldı. Aydın məsələdir ki, burada mis reaksiyaya girməyəcək. Dəmir reaksiya girir. Qarşılığının kütləsi 20%, metallardan birinin kütləsi isə 60% azalır. İlkin qarşılığında misin kütləsi dəmirin kütləsinə nisbəti A minus 1-dir. A ədədi etilənin sigma rabitə sayının hesabəsində eşitlidir. Axırıncı cümləyə qədər hərəkət dayanaq. Biz misə deyək, burada x qram var, dəmirə deyək y qram var. Mis onsuz da reaksiya girmir. Reaksiyanı aparsaq alınır dəmir xlor 2 üstə gəl baş 2. Deməli, ilkin qarşılıqda misin kütləsinin dəmirin kütləsinə nisbəti. İlkin qarşılıqda misin kütləsi x mol, y mol götürmüşük. Deməli, 64 x misin kütləsidir, 56 y dəmirin kütləsidir. Nisbət edir A minus 1. Sonra bizə nə verir? Deyir ki, qarşılığın kütləsi 20% azalıb. 20% azalıbsa, burada deməli 64 x üstə gəl 56 y. İlkin qarşıda metallardan birinin kütləsi isə 60% azalıb. Biri deyək də, deməli, qarşılığın ümumi kütləsinə də 64 x 6 y-dir. Bu 100%-dir. 20% azalmanı B ilə ifadə edək. Burada belə bir bərabərlik tapa bilərik. Dayanaq hələ ki burada. Sonra isə metallardan birinin kütləsi 60% azalıb. Ona əsasən baxaq. 56, burada kütləsi azalan nədir? 56 y-də dəmir reaksiya girən. 56 y 100%-dir. Bunu tapaq görək 60%-i nə qədərdir? Burada onsuz da hər ikisində azalma dəmirə görədir. Yəni burada da azalma B qramdır. Orada deməli qarşının kütləsindən 20% azalırsa, yenə o B qram dəmir reaksiya girib deyə azalıb. Dəmirin də 60% azalıbsa, yenə B qram reaksiya girib də, onsuz da başqa heç nə reaksiya girmir ki. Buradan tapırıq 10B bərabərdir 6 vur 56 Y-ə. Və son olaraq 10B-lər tapmışıq, bax hər ikisində. 10B-lər tapmışıq. 10B bir-birinə bərabərliyi 6 vur 56 Y bərabərdir 2 vur 64 x üstə gəl 56 y. Buradan deməli nə tapırıq? 64 x bərabərdir 2 vur 56 y-ə. Dəqiqə düzmü getdi? Deməli bu 2 ilə bu 6-nı ixtisar aparsaq burada qalır 3 vur 56 y. 64 x olduğu kimi qalır. 3 dənəsindən də bir dənə 56 y çıxsaq 2 vur 56 y qalır. Bu tapdığımız var ha. Burada bunu vermişdi axı bizə. Bizdən A-nı istəyir. O A-nı tapaq.
Gətirib yerinə 64 x-in yerinə qoyun. Baxın burada. Bu aşağıda tapdığınızı. 64 x-in yerinə 2 vur 56 y qoyursunuz. Aşağıda da 56 y var. İxtisar gedir. A minus 1-ə bərabərdir bu. 2 bərabərdir A minus 1. Yəni A bərabərdir 3-ə. Son olaraq deyir ki, etilenin sigma rabitə sayının neçə faizini təşkil edir? 1 mol etiləndən söhbət gedir. Etilində də sigma rabitə deməli 5 dənədir. 5 dənəsi 100%-dirsə, 3 dənəsi nə qədərdir? 60%. Belə. Sonra 89-a baxaq. 89-da 4 mol hidrogen atomu olan kalsiumun qeyri-üzvi normal dozunda 4 mol hidrogen atomu olan qeyri-üzvi normal duz deyir. Bu olacaq kalsium H2PO2. Ayağında da ki, baxın, 1 molda 4 dənə hidrogen var və normal duzdur. Burada da açıq şəkildə yazsaq bunun quruluşun. Deməli, nə deyir? Sigma rabitə sayı 2A minus 4-dür. 2A minus 4. Sigma rabitə sayı, bunlar iyondur. İyon rabitədə sigma falan olur. Kovalentdə olur sigma. Deməli, 1, 2, 3, 4. Aşağıda da 4 dənə edir 8. A bərabərdir 6-ya. Deməli, nə deyir burada? Y maddəsi Y maddəsi natriumun normal duzu olub. Biz 2 hidroksid reaksiya daxil olub Y maddəsinin sigma rabitə yaradan orbital sayını müəyyən et. Biz bunu A ilə ifadə eləməliyik. Buradan tapdıqda A bərabərdir 6-ya. Bunu yadda saxlayaq. X maddəsi. Natriumun normal duzudur. Mis 2 hidroksidlə reaksiya daxil olub. Yəni burada mislə nə çöküntü verər? Burada əslində bir məsələ var. Burada ortofosfatın da duzu çöküntü verir mislə. Karbonatında. Natrium 2 CO3 və yaxud da natrium 3 PO4. Burada səhvin varsa rəylə yazarsınız, fikrinizi bildirərsiniz. Bizdən deməli nəyə soruşur? Y maddəsində sigma rabitə yaradan orbital sayını. Natrium 2 CO3-də 2 3 6, 2-də çıxsaq, qalır 4. CO3. 4 dənə kovalenti var bunun. Biri orada pi'dir, yerdə qalanı 3 dənəsi sigmadır. 3 dənəsi sigmadır, bizdən sigmanı istəyir. Bəli, A-nı tapmışdıq. 6. A-ya bərabər olmur axı bu 3. A minus 3. Hə, burada orbital sayı deyilir. Mən rabitəni tapmışım. Sigma rabitə sayı 3-dür. Orada sigma rabitə sayı 3-dürsə, rabitə yaradan orbital sayı olacaq 6 dənə. 6 da ilə bərabər 6-ya. Burada olacaq C bəndi. Əgər buna görə gedirsinizsə, natrium 3 PO4-ə görə gedirsinizsə, onda necə olacaq? Bax, görə bəlkə ikisində də eyni alınır. 1, 2, 3, 4.
3 dənə. Hə, ikisində də eyni alınır. Ona görə cavab eyni ola bilər. Deməli, bunun neçə siqması var? 1, 2, 3, 4. Ha, yox, 4 dənə siqması var axı alınmır. 4 dənə siqması var. Bu deməkdir ki, bunun 8 dənə orbital sayı var. O zaman A plus 2 eləyəcək. A plus 2 variantı da var burada. Ona görə mənə maraqlıdır bu cavab hansıdır. Sonra keçək 90-cı suala. Eten azot qarışığında proton sayı neytron sayından 6 vahid çoxdur. Eten C2H4-dür. A mol eten var deyək. B molda azot vardır deyək. Deməli, proton sayı neйтrondan çoxdur. Proton sayı nə qədərdir C2H4-də? 4 dənə hidrogenda var. Karbonu birində 6 dənədir. 6, 2, 12. 12A üstə gəl 4A, yəni elə 16A-dır. 16A burada proton sayı var. Aşağıda proton sayı nə qədərdir? Azotun birində 7 dənədir. 7, 2, 14. 14B. Bu bizim proton sayımızdır. 6 vahid çox. Neytron sayı nə qədərdir? Hidrogenda neytron yoxdur, qalanları eynidir. Deməli, 2 altın. Əslində 6 vahid çox ilə bu hidrogen deməli orada 6 dənə deməkdir. 1.5 oldu. Bu deməkdir, bəli. Yəni fərq burada hidrogenə görədir. Ona görə tapa bilərsiniz 6 vahid çox olmasına görə. Deməli, C2H4 burada olur 12A, üstə gəl 14B. Üstə gəl 6. Deməli, A bərabərdir 1.5-ə, B də bərabərdir 2.5. B-ni necə tapırıq? Qarşılıqda rabitə yaradan P orbital sayı 18 moldur. Rabitə yaradan P orbitalı. C2H4-də bir dənə pi rabitə var. Orada deməli 2A olur. P orbital rabitə yaradan. Üstə gəl azotda da 2 dənə pi rabitə var. Orada da 4 dənə P iştirak eləyir. Birində 4 dənədirsə, B-sində 4B-dir. Bu bərabərdir. Daha doğrusu azotda hər siqma rabitəni yaradan da P-lərdir. Ona görə 6B. 6B bu bərabərdir 18-ə. A-nı tapmışıq 1.5-dir. B-ni buradan tapırıq 2.5 olmasını. Qarşıda azotun mol payını hesablayır. 1.5 o, 2.5 o. Cəmi neçə eləyir? 4. 4-ü 100%-dir. Azotdakı 2.5 tapdıq. Neçə eləyəcək bu? 25 vur 2.5. Beləcə 62.5%. 91-ə baxaq. Deməli, bizə etin verib. Deməli, A mol C2H6 var deyək, B mol C2H4 var deyək, C molda C2H2-miz var deyək. Deməli, 37,1 qram qaz qarışığının yanmasından 2,7 mol CO2 alınır. 2,7 mol CO2 nə deməkdir? Yəni, burada ümumi karbon sayı 2,7-yə bərabərdir. Çünki hamısının yanmasından CO2 üstəgəl H2 alınır. Karbon sayılarını hesablayaq. 2A üstəgəl 2B üstəgəl 2C2-ni mötərizə xaricinə sıxarsaq A üstəgəl B üstəgəl C bərabərdir 2.7-yə. Sonra biz burada nəyi tapa bilərik? Ümumi qaz qarışığı neçə qram verib? 37,1. Bizə artıq məlum məsələdir. Orada karbon sayı nədir? 2.7. Yəni 2.7 karbon varsa 2.7 vur 12 qram orada karbonun kütləsidir. Üstə gəl. Hidrogenin kütləsi nə qədərdir? Deməli, hidrogenin kütləsinə nə deyək? M hidrogen yazaq. Bərabərdir 37,1 yazaq.
Burada hidrogenin kütləsini tapırıq 4,7. 37,1-dən 27 vur 12-ni çıxırıq. Son olaraq bizə nə deyir? Yanma zamanı alınan suda neçə mol elektron var? Baxın, hidrogenin kütləsi tapdıq 4,7-dir. Bu suda H2O-da 1 molunda 2 qram hidrogen var. Biz tapaq görək bunu neçə mol hidrogen su əmələ gəlib ki, orada 4,7, yəni sağdakı, yəni soldakı oksigenin onsuz içərisində hidrogen yoxdur. Sağda, solda hidrogen kütləsi bərabər olacaq da. 4,7 qram da hidrogen eləməlidir cəmi. Bunu tapırıq. Deməli, x-i tapırıq 4,7 böl 2 mol, 1 mol suyu daha doğrusu suyun deməli 1 molunda 2 qram var. X mol alınıb 4,7 qram var. Neçə mol elektron var deyir. Suyunun deməli 1 molunda 10 dənə elektron var. 2 dənə hidrogəndə, 8 dənə oksigəndə. Bizdə isə 4,7 böl 2-dir. 4,7 böl 2 vur 10 yazırıq və tapırıq ki 23,5 mol elektron var imiş. Bu da getdi 92. Deməli, çox getdik. Nəsə yaxşı işləmir. 92. Bizə nə verib? Kalsium hidroksidi məhlulundan deyir ki, 20 mol CO2 buraxılıb, 20-ci saniyədə 100 qram çöküntü alınıb. Gəlin baxaq görə bu çöküntü alınıb. Bu çöküntü hansı çöküntüdür? Kalsium karbonatdır. Əlbəttə. Üstə gəl H2O. 300 qram çöküntü alınıb deyək. Burada isə bax görək nə qədər reaksiya girib ki, 300 qram alınıb. 1 mol reaksiya girəndə 100 qram çöküntü alınıb. Demək ki, bunun 3 molu reaksiyaya girib 300 qram çöküntü alınıb. 20-ci saniyədə, 40-cı saniyədə çöküntünün kütləsi 3 dəfə azalıb. Baxın, o çöküntü alınıb, artıq miqdarda reaksiyaya daxil olur axı burada CO2. Məhluldur və kalsium hidrokarbonat alınır. Çöküntünün kütləsi 3 dəfə azalıb nə deməkdir? Deməli, 100 qram 300 qram çöküntümüz var idi. Bunun 100 qramı artıq qalıb. 300 böl 3 dəfə bölürük. 100 qram deməli azalıb kütləsi. Yəni 3 dəfə deməli azalıb demək o deməkdir ki, 300-ü bölürük 3-ə 100-dür. Son olaraq 100 qalıb. Bunun demək ki, 300 qram götürmüşdük axı. 200-ü reaksiyaya girib. 100-ü artıq qalıb. 200-dən baxaq görək. Nə qədər CO2 reaksiyaya girib? B mol yazaq 200-lə. 200-lə B mol reaksiyaya girib. 100-lə isə 1 mol reaksiyaya girir. Buradan tapdıq ki, 2 mol reaksiyaya girib. Son olaraq nə edirik? 20 mol əvvəldə bizə qaz qarışığı vermişdi CO2-ni, o 100%-dir. Yuxarıda deməli 3 mol reaksiya girib, aşağıdakı reaksiyada 2 molu. Cəmi 5 mol reaksiya girib, 15-i artıqdır, 15 molu artıqdır. 15-i tapaq, bu da eləyəcək 75%. Deməli 75% artıq qalıb, 25% reaksiya girib. 93. 93-də də deməli 80 mol sigma rabitəyə malik etilenlə A mol H2 reaksiyasından sonra T1 anda qapalı qabda tərkibində 96 qram karbon olan etan və 8 qram hidrogen alınır. Baxaq, C2H4 üstə gəl H2 alınır C2H6. Tərkibində 96 qram karbon olan deyir. 96 qram karbon 1 molunda bunun 1 molunda neçə qram karbon var? 24. Bəs bax görək neçə moldur ki, bu 96 qram var, o da 4 mol eləyir. Deməli, bundan 4 mol alınıb, bundan da 4 mol reaksiya girib, bundan da 4 mol reaksiya girmiş olacaq. 8 qram da hidrogen alınır deyir. 8 qram hidrogen də neçə moldur? 8 qram hidrogen də elə 4 moldur. Deməli, T1 anında əlimizdəki qaz qarşılıqlarına baxaq. 4 mol C2H6-mız var. 80 mol sigma rabitəyə malik etilen. 80 mol. Deməli, bunun birində 5 dənə sigma var C2H4-ün. 80-i bölək 5-ə. Bu o deməkdir ki, əvvəldən mən bunu 16 mol götürmüşəm. 16 mol götürmüşəm. 4-ü reaksiya girib. Nə qədər artıq qalıb? 12-si.
12C2H4 var. Sonda 8 qram da hidrogen alınır deyirsə 4 moldakı H2 var deməkdir. Orta molyar kütləni də tapsaq, M ortanı, artıq burası asandır. Deməli, 4 vur 30, üstə gəl 12 vur 28, üstə gəl 8 hidrogenin kütləsi. Ümumilikdə də 20 moldur. 4, 12, 4. Bu da edir 23,2. 94-ə baxaq. 94-də deyir amol amonium hidroortofosfat NH4 2HPO4 amol və bemol kalsium hidroksonitrat. Kalsium hidroksonitrat. Maddələrin qarşılığında 18 mol ion rabitə var. Baxın, amonium ionu ilə HPO4 arasında ion rabitə vardır. Bunun deməli 1 molunda 2 dənə ion var, A molunda 2A. İonları tapaq 2A. Aşağıda da deməli kalsiumun valentliyini vururuq indeksinə 2 vur 1. Birində 2-dir, B molunda da 2B. Bərabər neçə? 18-ə. Buradan da tapırıq ki, A üstə gəl B 9-dur. 2-yə böldük hər tərəfi. Sonra davam edək. İon rabitə 81 mol polyar kovalent rabitə var. 81 mol polyar kovalent rabitə var. Deməli, burada NH4-də diqqətli olmalıyıq. Çünki NH4-ün birində 4 dənə azotla hidrogen arası rabitə var. Burada da 2 dənə NH4-dür. Yəni 8-i oradandır. Sonra HPO4 hissəsində yazsaq, 2 4 8, ikisi iona çıxsa 6. 6-sı orada, 8-i də NH4-ün içərisində. Bunun yəni 1 molunda 14 dənə. Nə soruşurdu bizdən? Polyar kovalent rabitə var. 14A. 14A NH4 2HPO4-dədir. Üstə gəl. Kalsium OH NO3. Burada da NO3 hissəsində diqqətli olmalıyıq. Çünki orada NO3, NO2 hissəsində, yəni qırıq-qırıq xətlər çəkilir ki, o qırıq-qırıq xətləri bir rabitə kimi qəbul edirik. Orada deməli oksigenlə hidrogen arasında bir dənə, oksigenlə azot arasında isə deməli 1, 2, 3, 4. 4, 5 dənə. Ümumilikdə 5 dənə deməli rabitəmiz olmuş olacaq. 4A, 5B. Polyar kovalent rabitəmizin ümumi sayı 81-dir. A üstə gəl B 9-dur. Neyləyə bilərik? Bu tənlik əldə eləmişik. Hər tərəfi 5-ə vura bilərik. 5-ə vursaq 5A üstə gəl 5B bərabərdir 45-ə. Buradan da A-nı taparıq 4 eləyər, B-dəki 5 eləyəcək. A ədədi B ədədinin neçə faizini təşkil edir? 5-i 100 faizi, 4-ü də eləyəcək 80 faiz. Doxsan beşinci sual. 15,2 qram üzvü birləşmə yanında 13,44 litr CO2, 14,4 qram H2O alınır. Gəlin bunu molla gedək ki, bizim üçün rahat olsun. 13,44 litr 0,6 mol CO2 deməkdir. 14,4 qram suda 18-ə bölsək 0,8 mol H2O deməkdir. Bunları yazdıq. 15,2 qram deyir. Gəlin baxaq, burada necə eləyə bilərik? Bunun asan yolu nədir? Burada nə qədər deməli oksigen reaksiya girir, bunu tapalım. 15,2 ilə yazaq x qram oksigen reaksiya girir. 13 tam 104 yox.
e, deməli, CO2 0,6-nı vurun. 0,6-nı vurun 44 qramdan yazmalıyıq. 14,4 qram da su alınır. Yəni, elə bil ki, karbohidrogen yazırsınız. CXHY deyək də. Üstəgəl O2 alınır. CO2 üstəgəl H2O. Kütləni verib bizə oksijeni buradan rahatlığını tapa bilərik. Bu da X yazmayaq, nə bilməyini yazaq. X-ı, yəni oksigen kütləsində 6,4 tapırıq. 6,4-də oksigen reaksiyaya girib, burada 6,4 qram 6,4 qram yox, mən səhv getdim. 15,2-dən burada deməli X tapırıq 25,6. 25,6 qram oksigen reaksiyaya girir. Bu nə deməkdir? Bu əslində biz karbohidrogen CX karbohidrogen üzv birləşmə deyil. Yəni bunun içərisində oksigen də ola bilər də. Biz onu müəyyən etməliyik. Buna nə bilim K deyək bax. K üstəgəl deməli oksigen neçə mol reaksiyaya girdi? 0,8. 0,8 O2 alınıb nə qədər CO2 ya tapmışıq deməli 0,6 CO2 üstə gəl 0,8 H2O. Biz bu K-nı müəyyən eləyək ki, burada tərkibində oksigen var yoxsa yoxdur. Deməli bu K-nın tərkibində 0,6 karbon var. Hidrogen nə qədərdir? 1,6-dır. Oksigenə baxaq. Oksigen baxın 2,6 deməli 1,2 burada oksigen var. Üstəgəl 0,8. Buradan aydın məsələdə biz görürük ki, burada da 1,6 oksigen var. Burada cəmi neçə eləyir? 2. Demək ki, bu K-nın tərkibində 0,4 oksigen var da. Axı sağla solda oksigenlərin sayı bərabər olmalıdır. Amma biz tapdığımız kütləyə əsasən görürük ki, burada oksigenin sayı 1,6-dır, 0,4 də deməli K-nın içərisindədir. Bunu belə sadələşdirsək, necə yazarıq? 2-yə 0,2-yə bölsək 3 8 da 2 S3 H8O2 alarıq və bizə nə deyir? 1 mol üzvü birləşmədə rabitə yaradan orbital 3 A-moldur. Bu S3 H8O2 nə ola bilər? Bu 2 atomlu spirt ola bilər tərkibində. CH3 CH3 oldu mu? Burada CH2 deyə. Oldu. Deməli 3 A-nı tapaq. 3 A bərabərdir 4 vur 3. Burada hamısı SP3'dür. SP3, SP3, bu da SP3'dür. 4 vur 3. Sayda rabitə yaradan hibrid orbital var. Üstə gəl 12 də oksigen və hidrogenlər. A-nı tapırıq burada. A eləyir 8. İndi baxaq amonium nitratda polyar kovalent sayını molla müəyyən edin. Yəni 1 molunda. NH4, NO3-də. NH4, NO3-ün 1 molunda polyar kovalentin sayı NH4-ün özündə 4 dənədir. Sonra deməli digər azot və oksigenlər arasında bu NH4 ilə NO3 arasındakı iyonda onu kovalent kimi götürə bilmərik. NO3 hissəsində isə 4 dənə. Orada da polyar kovalent var. Deməli, cəmi elədi 8. Biz də A-nı elə 8 tapmışıq. Deməli, bu elə A olacaq, elə A bəndi. Amperim dondu. 96, 95, 96-ya baxırıq.
SO3 molekulunda rabitə yaradan ümumi qeyri-hibrid orbital sayı 3A plus 3-dür. A plus 3. Deməli, qeyri-hibrid orbital sayı 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. 9 dənədir ümumi. Bunun bir molunda A-nı tapırıq 2 eləyir. Sigma rabitədə iştirak edən orbital sayını müəyyən edin. Sigma rabitədə iştirak edən orbital sayı da ki 1, 2, 3, 4, 5, 6. 6 dənədir. Bunu A ilə ifadə edək. A bərabər A üstə gəl 4 olardan almış. Tapmışıq axı. Olur D bəndi. 97. Rabitə yaradan qeyri-hibrid orbital sayı 2 tam %25 molun SO3 molekulu neçə qramdır? Bu ilə yuxarıda yazdıq deməli. Birində qeyri-hibrid sayı 9-dur. Bilmirik mol neçədir. 9x bərabərdir 2 tam %25-ə. X-i tapırıq. 2 tam %25 bölü 9. Kütləni sorsur bizdə. Molunu vururuq. Molunu vururuq. 80-ə. 1 mol üçün 80 qramda o deyilir 20. 98 98-ə deməli deyir, X maddəsi oksiddir, su ilə reaksiya oksidləşmə reduksiyadır. X maddəsinin 1 molunda atom sayı A-3 moldur. A ədədi kalium alüminium sulfat birləşməsindəki sigma rabitə sayının molda neçə faizini təşkil edir? Deməli, X maddəsi oksiddir, su ilə reaksiyası oksidləşmə reduksiya olan bu NO2-yə aiddir. NO2 üstəgəl H2O. Çünki digərləri oksidləşmə dərəcəsinə uyğun turşunu verir. Reaksiya girirsə, sözümü reaksiya girmir məsələdir. Baxın, müsbət 4-dür, gəlib müsbət 5-ə. Deməli, söhbət NO2-dən gedir. Atom sayı A-3-dür. Bu bizim X maddəmizdir. 1 molunda A-3-dür. Bunun 1 molunda nə qədər atom var? 3. A-nı tapırıq burada 6 eləyir. Və kalium alüminium SO4-2-dəki sigma rabitə sayını tapsaq. Əvvəlcə kovalentləri tapaq burada. Rahat yolu. Kovalentin necə tapırıq dostlarda? Oksigenin deməli valentinin vururuq indeksinə 2, 4, 8, 8, 16. 16 dənə ümumi rabitə var. Çıxırıq deməli ionun sayını. Bu da 1 dənə kalium, 3 dənə alüminium. 4 edir 12. 12 dənə kovalent var. SO4-də də 2 dənə pi var. 2 dənə SO4 olduğu üçün 4 dənə pi'si var bunun burada. 12-dən çıx 4-ü 8 dənə sigması var. A ədədi sigma rabitə sayının molca neçə faizini təşkil edir? 8 100%-dir. 6 da ki, x desək, x bərabərdir 75%-ə. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 99-cu suala baxaq. Karbohidrogendən və oksigendən ibarət 4 mol qarışıq verir bizə. Deməli, CX, HY, A mol deyək. B molda oksigen vardır deyək. Və A üstə gəl B 4 moldur. Qarışığın tam yanması zamanı oksigen molca 37,5% artıq qalır. Və 14,4 qram su buxarı alınır. 14,4 qram su buxarı 0,8 moldur. Sistemdə təzyiq 10% azalır. Əvvəlcə baxın, neçə həcm qaz var idi? 4 vur 22, 10,4. Bu 10% azaldıq. Elə 4 molun 10%-ni tapsaq. Bu eləyəcək 0,4. Yəni, sonda 3,6 mol qaz qarışığı olmuş olacaq.
Və bizdən ən sonra nə soruşur? İlkin qarşıda karbohidrojen rabitə yaradan orbital sayını müəyyən edin. E, Bu sualın birincisi rahat yolunu deyim sizə. Sonra buradakı verilən bilgilərə əsasən uzun versiyanı da deyərəm. Amma yəni artıq az məlumatla da bu suala həll etmək olur. İki yolu vardır amma. Gəlin baxaq. Bu karbohidrojeni yandıraq. Bu karbohidrogen və oksigen qarışığı var da, onsuz da oradakı oksigenlə yanır. Karbohidrogenlər də yanada CO2 üstəgəl H2O əmələ gəlir. Baxırıq, burada CO2 x moldur. Dehidrogen nə isə olacaq? 2-də 1 Y. Y böl 2. Yəni burada Y saydı da, bu da H2O-dur. Oksigendəki x üstəgəl Y böl 4. Ya, açıq şəkildə yazdım bunu. Yəni 2x üstəgəl Y böl 2 böl 2 olacaq. Son olaraq x plus Y böl 4 olacaq əmsalda. Rahatlıq üçün belə yazıram. İndi gəlin baxaq burada birinci rahat yola. Azalmaya görə baxaq məsələyə. Əvvəlcə biz yazdığımız reaksiya əsasən azalmanı tapaq. Burada reaksiyaya girən qazların molu nə qədərdir? 1 mol karbohidrogen var, CXHY, üstəgəl x üstəgəl Y böl 4 oksigen var. Bax görək, deməli azalma nə qədər olub burada? Son alınan qaz qarışığımızda nə var? X mol CO2 var, üstəgəl Y böl 2 su buxarı var. Burada buxar şəkildə deyir. Ona görə biz də buna buxar kimi baxırıq. Azalma burada olacaq. Deməli, 1 minus Y böl 4. Azalma bu qədərdir. İndi isə burada bizə aydın olan su buxarının moludur. Ona görə su buxarından yola çıxarıq, həll eləyək. Azalma deməli 1 minus Y böl 4 olan nə qədər su alınıb? Neçə mol? Y böl 2. Amma bizdə şərtdə azalma nə qədərdir? 0,4 mol. 0,4 mol azalma olanda su buxarı nə qədər alınıb? 14,4 qram vermişdi axı. 0,8 mol. Bunu da həll edib Y-i tapırıq. Y neçədir? 2-dir. Burada da aydın məsələ ki, Y-in 2 olduğu hal hansı karbohidrojeni mümkündür? C2H2. Başqa variant varmı? Ona əsasən yoxlayardıq C2H2-yə. Yəni 2 hidrogen olan bir dənə odur da alkində. Və cavabı buradan tapa bilərik rahatlığına. İlkin qarşıda karbohidrojenin rabitə yaradan orbital sayını müəyyən edin. Bundakı rabitə yaradan orbital sayı birində nə qədərdir? Hə, burada anı da tapmalıyıq, düzdür. 1 molu yananda, 1 molu yananda. Neçə qram su alınıb? Y böl 2. 1 molu yananda ilə 1 molda su alınıb. Amma bizə nə deyir şərtdə? 0,8 mol su alınıb. Demək ki, reaksiya girəndə 0,8 moldur da. Oradan tapırıq ki, A 0,8-dir. Bizə də lazım olan A-dır burada. B-ni hesablamaya ehtiyac yoxdur. A 0,8-dir. Rabitə yaradan orbital sayını tapsaq. 2, 3, 4, 5, 6 və SP-lər də üstünə gələk. 6-ın üstünə 4 gələndə 10. Bunun 1 molunda 10 dənə rabitə yaradan orbital var. 0,8 mol verir baxı. 0,8-ində də olacaq 8. Ona görə D bəndi. Bunun ikinci yoluna baxaq, uzun versiyasına baxaq. Yəni o verilən şərtlər əsasında deyirəm ki, burada əslində boş yeri verməyib, bu 37,5 falan filan. Yenə eyni qaydada reaksiyanı yazsaq, x plus Y böl 4 oksigen deməli, x mol CO2 üstəgəl 0,5 Y H2O buxarı. Burada deməli, oksigenin molcu 37,5% artıq qalır. Biz necə getməliyik? Son qarışıqda nə var, ona baxmalıyıq. Son qarışıq 3,6 moldur, bayaqki 10% azalma əsasən. Orada 0,8 mol su buxarı var. Üstə gəl, oksigenə B mol demişdik axı. 0,1375 B mol.
Oksigen var. Üstə gəl. CO2 də var orada. Deməli, 1 molundan X mol alınır, A molundan da AX mol CO2 alınacaq. Bu bərabərdir 3,6-ya. Əslində yenə də buradan yola çıxaraq bizə nə lazımdır? Dediyim kimi bu uzun versiyadır. Ə, Bayaqçı ilə yəni aydın şəkildə anı tapa bilirdik və artıq gərəyimiz olmurdu. Ə, Buradan yola çıxaraq necə eləyə bilərik? Əlaqə qura bilərik bir-biri ilə. Məsələn, birinci yaza bilərik A molundan 0,625 B-mol oksigen reaksiyaya girir. 37,5-ə artıqdır axı B-nin. 0,625 B isə reaksiya girən hissəsidir. 1 molundan isə X plus Y böl 4 reaksiyaya girər. Buradan bərabərlik əldə edirik. AX bərabərdir 0,625 B AY böl 4. İkinci tənliyimiz karbohidrogenlə CO2 əsasən gedək. 1 mol karbohidrogen CXH reaksiya girəndə X mol alınır. A molu girəndə buna deyək elə AX alınır. Onu yazmış onun üstə. Bunu sadəcə bildirək ki, bu CO2-dir. Sonra üçüncü olaraq CX, HY və su arasında A mol reaksiyaya girəndə 0,8 mol alınır. 1 mol reaksiyaya girəndə 0,5 Y alınır. Buradan AY bərabərdir 1,6 yazırıq. Sonra isə A-nın əvəzinə burada 1,6 böl Y yaza bilərik. Burada da AX-ın deməli A-nın yerinə Y-i qoysaq X böl 1,6 X böl Y olmuş olur. Deməli, son olaraq baxın, bu hissəyə nəzər salaq. Burada 0,1375 B-ni olduğu kimi saxlayırıq. 0,8-i sağa keçirsək, 3,6-dan 0,8 çıxsaq 2,8 qalacaq. Üstəgəl AX-ın yerdə burada yazdığımız bərabərliyi yazaq. AX-ın əvəzinə yaza bilərik 0,1625 B çıx AY böl 4. Bunu yazdıq. 0,1475 B-nin üzərinə 0,625 B-ni gələndə elə B eləyir. Sonra isə AY böl 4 var ha. AY böl 4. Orada A-nın əvəzinə bunu qoysaq 1,6 böl Y vur 4. Burada Y var idi burada. Bərabərdir 2,8-ə. Burada nəsə qaldı mı yaddan çıxan? Yox. Burada y-lər ixtisar gedir. Burada qalır 0,4. B buradan bərabər olur 3,2-yə. B-ni tapdıq 3,2. Burada bunu əvəzləməyə ehtiyac qalmadı. Heç buna əslində ehtiyac olmadı. Burada elə bu və bundan 3-dən yola çıxaraq getdik. A üstəgəl B-dəki 4 molda onsuz da A-nı da tapırıq 0,8-dir. Belə. Bu da buradan tapılmış oldu. A 0,8-dirsə, buradan yenə Y-i tapa bilərsiniz. Yerinə qoyub burada A-nın əvəzinə 0,8 yazın. 1,6 böl Y bərabər olur 2-yə. Belə uzun olaraq buradan da yaza bilərsiniz. Amma məncə ehtiyac yoxdur. Bayaq dediyim yox, daha rahatdır düşünürəm. Və 100-cü sual. Vinil asetilən və hidrogen qaz qarışığının 16 molunu tam yanmasına alınan suyun kütləsi CO2-nin kütləsindən 186 qram azdır. İlkin qaz qarışığından alkan əldə edilir və vinil asetilen tam sərf olunur. Reaksiyadan sonra artıq qalan hidrogenə neçə qram oksigen əlavə olunmalıdır ki, guruldayıcı qaz qarışığı alınsın. Əvvəlcə reaksiyanı yazaq və əmsallaşdıraq. Yanma reaksiyasını. Deməlidir, bu A mol olsun. Bu A molsa bu 4A olacaq. Bu da 2A.
Sonra isə suyun yanma reaksiyasını yazaq. 2 mol hidrogenlə oksigen reaksiyaya girir. 2 mol H2O əmələ gəlir. Bu əgər bemoldusa, bu da bemol alınır. Çünki 2 molundan 2 mol alınır. Aydın məsələdir. Birinci vəziyyətdə A üstəgəl B 16 moldur. Şərtdə çünki verir bizə qaz qarışığının 16 molunun tam yanmasını. Yəni buradakı 16 molun hamısı tam yanır. A mol vinil asetilən var dedik, B mol hidrogen var dedik. Burada B-nin əvəzinə yaza bilərik 16 minus A. İkinci halda deməli, nə edirik? Alınan suyun kütləsi CO2-ün kütləsindən 186 qram çoxdur deyir. Alınan, gəlin baxaq, burada 44 vurulsun 4A CO2 var kütlə olaraq. 18 vurulsun 2A plus B qram üstəgəl yenə 186 qram azdır dedik suyun kütləsi. Yəni suyun üzərinə 186 qram gəlsəm, CO2-ün kütləsini alacam. Burada deməli yuxarıda 2A mol hidrogen var, aşağıda da B mol var. İkisini də cəmləməliyik. Çünki yuxarıda da su alınır, aşağıda da su alınır. Buradan isə necə bir bərabərlik əldə edə bilərik? Bayaq yazdığımız B bərabərdə 16 minus A əvəzinə gətirin burada B-nin yerinə qoyun, həll edin. A-nı 3 tapacaqsınız. B-ni isə 13 tapmış olacaq. Çünki A plus B cəmi bizə 16-nı verir. Sonra isə burada yazım. Reaksiyadan sonra artıq qalan hidrogenin neçə qram oksigen əlavə olmalıdır ki, guruldayıcı qaz qarışığı alınsın. Hə, ilkin qaz qarışığından alkan əldə edilir deyir. İlkin qaz qarışığından alkan əldə eləsək, deməli C4H4 də gəl, bunun üzərinə 3 mol H2 gəlsəm, o zaman alkan əldə edirəm də C4H10. Bunun deməli neçə tapmışdıq? 3 mol tapmışdıq A-nı. 3 moluna 9 mol hidrogen sərf olunar və 3 molda karbohidrogen əmələ gəlmiş olacaq. Reaksiyadan sonra artıq hidrogenə neçə qram oksigen əlavə olmalıdır ki, artıq qalan hidrogen. Bizdə isə əvvəldə hidrogeni nə tapdıq? 13 mol tapdıq, düzdürmü? 13 molun 9 molu reaksiyaya girir. 4 molu da artıq qalır. Burada da 2-nin 1-ə nisbətindədir. Neçə qram oksigen əlavə olmalıdır? 2-nin 1-ə nisbətindədir. 2 molla 1 mol reaksiyaya girir. 4 molla isə 2 mol reaksiyaya girəcək oksigen. Oksigen burada 1 molu 32 qramdır. Bu reaksiya əsasən deyirəm, baxın. 2 moluna 1 mol lazımdır. Amma ki, bizdə 4 mol hidrogen lazımdır. Axı 4 moluna isə x desə x bərabərdir burada 2 mol. 2 mol oksigen neçə qramdır? 1 molu 32-dir. 2 molu da olacaq 64 qram. Cavab olacaq 64 qram əlavə olunmalıdır ki, guruldayıcı qaz qarışığı əmələ gəlsin. 101-ci sual. Deməli, eyni olsaydı propan və izopren maddələrin yanması zamanı A qram CO2 və A-52 qram H2O alınıb. İlkin qarşıda izopren molekulunda olan hibrid orbital sayını müəyyən edin. Hamısını bir-bir yazaq. C3H8, C5H8 yandıraq bunları. 12, 5 mol, 7 mol. Buna x desək, bu 3x olacaq. Eyni olsaydı deyir axı, burada x-dir. Bu 3x-dir. Deməli, su nə qədər olacaq? 4x. CO2 nə qədər olacaq? 5x. Burada da yenə 4x. Sonra şərtə əsasən verilənləri yazaq. Deməli, 44 qram vurulsun 3x üstəgəl 5x. Bu CO2-nin kütləsidir. A qram CO2 alınır. Hidrogen suya baxaq.
Hidrogen yox, su. Deməli, ə, 4x üstəgəl 4x 8x mol suyumuz var. Vuraq 18-ə A minus 52 qram alınır. Burada A-nın əvəzinə də nə yaza bilərsiniz? 44 vurulsun 3x üstəgəl 5x yazıb x-i tapa bilərsiniz. X eləyəcək 0,25 və son olaraq ilkin qarşılıqda izopren molekulunu da deyir. C5H8-də. Bu SP3, SP2, SP2, SP3, SP3. Hibrid orbital sayını istəyir bizdən. Bu 0,25 moldur. 16 dənə hibridi var. O da eləyəcək 4. 102-ci sual. Amonium nitrit və amonium nitrat qarışığının qapalı qabda tam parçalanması alınan məhsulları qat sulfat turşusuna keçirəndə 36 qram azalır kütləsi. İlkin qarışıq neçə moldur deyir. Deməli, NH4, NO2-ni parçalayaq. N2 üstəgəl 2H2O alınır. NH4, NO3-ü parçalasaq, N2O üstəgəl 2H2O alınır. Burada da burada alınan məhsullar nədir? N2-dir, N2O-dur, bir də sudur. Sulfat, qatı sulfat, higroskopikdir. Yəni suyu uda bilir. Burada yəni azotla, N2O ilə reaksiya getmir, onlar udmur, su uducudur. 36 qram azalır deyirsə, buradan belə bir nəticəyə gəlirik ki, burada 36 qram su var. Baxıram, bu 1 mol, bu da 1 mol reaksiya girəndə, yəni ümumilikdə 2 mol onlardan reaksiya girəndə nə qədər su alınıb? 4 vur 18 qram. İndi tapaq görə bunlar neçə mol imiş ki, ilkin qarışıq neçə mol imiş ki, 36 qram su alınıb oradan və sulfat turşusu tərəfindən udulub. Deyir 1 mol. Yəni ikisinin bir yerdə cəmi 1 moldur. Və 103 axırıncı sual. Cədvəl verib bizə, maddələr verib, atom saylarını verib. A maddəsində qeyri-polyar rabitə sayı qısa neçə faizni təşkil edir? Yazaq CN, H2N plus 1, COH verilib. Burada karbon sayı A plus 2-dir. Burada deməli kalsium üstəgəl CH4. Əvvəlcə onu yazaq. Kalsium üstəgəl CH4-dən nə alınır? Kalsium H2 üstəgəl kalsium karbid. Yenə verir bizə CnH2 OH2. Burada hidrogen sayı 6-dır deyir. Burada hidrogen sayı 6-dırsa, 2 dənə hidrogen burada var. Deməli, buradakı 4-dür də. Demək ki, bu nədir? C2 C2 2 atomlu spirtdə bu. C2H4 OH 2-dir. Hər ikisində də karbon sayı bunda 2A'dır. Burada karbon sayı nə görür? 2. 2A bərabərdir 2A. A demək nəyə bərabərdir? 1-ə. A 1-dirsə, burada A plus 2-dir. 1 üstəgəl 2. Karbon sayı 3-dür. Yəni diqqətli olmalıyıq. Burada COH-da da var karbon sayı. Deməli, bu C2H5COH-dır. Tapdıq bunları. A maddəsində qeyri-polyar rabitə sayı. A maddəsi budur. Qeyri-polyar rabitə sayı da ki, 3 dənədir. Burada 3 x-in neçə faizini təşkil edir? Hidrogenləri saysa burada 6 dənədir. 3
Deyək ki, B-dir, B faizdir. Alt dənəsi də 100 faizdirsə, B bərabərdir 50 faizə. Bu qədər, sağ olun.